Məşhur söhbətdir, deyim yadınıza düşsün ki, bir nəfər gəlir, soruşur Əli əleyhissalamdan ki, var dövlət üstündür, yoxsa elm, deyir elm. Deyir, nə ilə sübut eləyərsən? Deyir, elmi xəricləyərsən azalmaz, var dövləti xəricləyərsən azalar. İkinci gəlir, sual verir, elm üstündə var dövlət, deyir elm. Deyir, nə ilə sübut eləyərsən? Deyir, elm səni qoruyar, sənsə gərək var dövləti qoruyarsan. Getdi. Üçüncü gəlir, elm üstündə var dövlət, deyir elm, deyir sübut elə. Deyir, elm olan dostu çox olar, var dövlət olan düşməni. Dördüncüsü gəlir, elm üstündə var dövlət, deyir elm, deyir sübut elə. Deyir, var dövlət sənlə qəbrə qədər gedər, elm qəbirdə də sənlə olar. Dörd gəlir, beş gəlir, yəni bildiyimizdir də, 6-7 nəfər belə gəlir, sonra bunlara ayrı-ayrı cavab verir ki, onlar bayırda görüşüb bir-birlərini deyirlər ki, bəs bizə başqa-başqa cavablar verdi. Hamı bir yerdə gəlir Əli əleyhissalam yanına, Əli əleyhissalam deyir ki, nə qədər adam gəlsə, nə qədər adam, hərəsinə ayrı-ayrı məntiqlə cavab verib yola salaram.